Ağdam rayon 1-ci Yüzbaşılı kəndin orta məktəbinin direktoru Polad Zeynalov şagirdlərdən birinə qarşı ağla sığılmaz bir qadağa tətbiq edib. Gündəlik infoaza daxil olan müraciətdə yeniyetmənin dayısı Umud Nəsibov bildirib ki, o qanunsuzluğu aşkarladığı və məktəbə gələn yoxlamaya həqiqəti dediyi üçün cəzalandırılıb. Yeniyetmə şagird məktəbə gələn yoxlamaya deyib ki, onlara nə coğrafiya dərsi keçilir, nə də fakultativ məşğələ. Bundan sonra da direktor Polad Zeynalov başlayıb yeniyetmədən qisas almağa, həm də bu qisas uşağı dövlətə məxsus təhsil ocağından kənarlaşdırmaqla, onu dərslərə buraxmamaqla yekunlaşıb. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Bizə aid məsələ bu məktəbdə gedən tədris, bu məktəbdə gedən proseslərdir. Məktəbdən kənarda hər hansı bir prosesə bizim heç bir aidiyyətimiz də yoxdur, araşdırma səlahiyyətimiz də yoxdur, onunla bağlı sorğu-sual eləmək ixtiyarımız da yoxdur. Bəli, siz bu işdə apardığınız yoxlamada burada hər hansı qanun pozuntuları deyilsiniz. Müəllim, mən sizə izah edəyim. Aktda da yazılır. Qanun pozuntusu müxtəlif ölçülərdə olur da. Bir var, necə deyim, qanun pozuntuları müxtəlif ölçülərdə olur da. Bir var, maliyyə pozuntusu olar, onun içərisində ciddi pozuntular olar, nə bilim, daxilində olur da indi, belə şeylər biz çox görürük. Çünki burada qanun pozuntusu olur, bir kəndə sual verəcəm. Bugünkü müəllimin burada qanun pozuntusu var və onunla bağlı cəzasını idarə rəhbərliyi daha üst qurumla verəcək. Siz bunu dediniz, sonra mən də burada deyirəm, heç bir cəza verilməyəcək.